Rusiya Ukraynaya qarşı müharibəyə başlamasını böyük əksəriyyət bu Budapeşt memorandumu ilə əlaqələndirir. Belə ki, deyirlər ki, əgər Ukrayna zamanında əgər nüvə silahından imtina etməsəydi, bu müharibə olmazdı. Gerçəkdən də mi bu imtina olmasaydı, Rusiya-Ukrayna müharibəsi olmazdı mı? Rusiya-Ukrayna onunla özünü qoruya bilərdimi? Hər halda mən hesab edirəm ki, əgər o nüvə başlıqlı raketlər Ukraynada olsaydı, Rusiya çəkinərdi. Budapeşt memorandumuna əsasən faktiki olaraq Ukrayna tərki silah edildi və söz verən ölkələr, elə birinci ABŞ, Rusiya, Fransa və digər ölkələr bu sözünü tuta bilmədi və Ukraynada baş verən xeyli proseslər, hele bugün Avropada gördüğümüz, Amerika'da gördüğümüz proseslər zamanında Ukraynada baş verdi ve Ukraynada bu çətinliklərlə baş-başa qaldı. Əvvəldən mən təşəkkür eləmək istəyirəm. Bu məsələlər çox ciddi məsələlərdir və biz bunu insanlara həqiqətləri çatdırmalıyıq və bunu kim eləməlidir? Hərbi ekspert Üzeyir Cəfərli və mən və məni kimi ekspertlər. Birincisi, Ukrayna'nın nüvə silahı olmuyor. Ukrayna'da 1700 nüvə başlığı olub. Və o başlığın idarəçiliyi Moskvada olub. Misal üçün, bugün Türkiyədə 50 nüvə bombası var. Türkəndir mi o? Amerika idarə edir. Və problem nədədir? Hər nüvə başlığının illik xərci 11 milyon, təqribən 200 mindir. Hər nüvə başlığının. Yəni o dövrdə Ukraynaya təkcə bu nüvə başlıqlarına qulluq eləmək üçün 19 milyard dollar pul lazım idi. Dövlət hərbi büdcəsi 2 milyard dövrdü. Bir tərəfdən saxlaya bilmir, bir tərəfdən bunun təhlükəsizlikdən heç bir xeyri yoxdur, ixtiyar Moskvada. O birisi tərəfdən də təzyiqlər. Ən çox da təzyiq edən Amerika Birləşmiş Ştatları ki, siz nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulun. Və bu səbəbdən də həm Ukrayna 1700 başlıq, həm Qazaxıstan 1400 başlıq da oradaydı və bir də Belarus. Həmin Budapeşt memorandumunu imzaladılar, eyni zamanda o müqaviləyə də qol çəkdilər. Yəni, əslinə qalsa, əgər o şeylər indiyə qədər qalsaydı, onun Ukrayna heç bir xeyri yox idi, çünki istifadə edə bilməz. O birisi tərəfdən, bundan imtina edəndən sonra 850 milyon dollar Amerika Birləşmiş Ştatları Ukraynaya yardım elədi ki, o dövrdə böyük rəqəm idi. 850 milyon dollar. Milyon dollar. Heç 1 milyarda da çatmadı. Rusiya da dedi ki, mən də ucuz yanacaq verərəm onun atom elektrik stansiyalarına. Yəni, əslinə qalsa, yenə də deyirəm, insanlar bir şey bilməlidirlər. O 50 nüvə bombası Türkiyənin olmadığı kimi 1700 başlıq da Ukraynanın deyildi. Və indiki şəraitdə heç bir köməyə dəyə bilməzdi Üzeyir müəllim. Ona görə biz bu məsələni, xüsusilə Budapeşt memorandumunu gərək izah eləyək. İnsanlar bilsinlər, həqiqət nədən ibarət. Yəni, Abtalib müəllim deyir ki, onlar ümumiyyətlə Ukraynanın deyildi. Yox, Ukrayna ərazisində idi. Abtalib müəllim, bunun hərbi tərəfi var da. Ukrayna elə onu belə saxlamırdı. Ukraynanın özünün kifayət qədər mütəxəssisləri var idi. O silahı işlədə bilən, o raketləri işlədə bilən. Ukraynanın da o silahı işlətmə imkanları vardı Abtalib müəllim. Yəni nə cür? Çox rahat şəkildə. Mərkəz orada. Özü bir şeydir. Mərkəz nədir ki orada? Yəni o nüvə silahından istifadə olunan düymələri ki basırlar. Bu nüvə silahı deyil, nüvə başlığı raketlər. Nüvə silahıdır da. Yox, deyim də o raketlər Ukrayna ərazisindən ərazini orada partladı bilərdilər də. Özgə biz isə bir şey deyim. Ukrayna o dövrdə araşdırma aparıb. Həmin o idarə etməni yaratmaq üçün 18 ay vaxt tələb olunub. 18 ay. Ukraynalı mütəxəssislər bunu eləyə bilərmiş də.